Hər kəsə salam dostlar, 13-cü dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə biz qala qurma haqqında danışacağıq. Qala qurma şahmatda şah və topun eyni anda hərəkət etdiyi xüsusi bir gedişdir. Yəni biz bir gediş ərzində eyni anda həm şahımızı, həm də topumuzu hərəkət etdirmiş oluruq. Bu gediş şahımızı daha güvənli bir mövqeyə yerləşdirmək və topumuzu oyuna daha tez daxil etmək üçün istifadə olunur. İndi isə gəlin qala qurma gedişini daha yaxşı başa düşməyiniz üçün sizə əyani şəkildə izah edeyim. Deməli dostlar, bu nümunədə sizə həm ağlarla, həm də qaralarla necə qala qurma edə bilərik bunu göstərəcəm. Şahmatda iki növ qala qurma var: qısa qala qurma və uzun qala qurma. Və istər qısa, istər uzun qala qurma etdiyimiz zaman əvvəlcə biz şahımızı iki xana hərəkət etdirməliyik. Baxın, gördüyünüz kimi burada 2 dənə boş xana var, burada isə 3 dənə boş xana var. Yəni bu qırmızı hissəyə etdiyimiz qala qurma qısa qala qurma adlanır. Bu mavi hissəyə etdiyimiz qala qurma isə uzun qala qurma adlanacaq. Qala qurma gedişi 2 mərhələdə baş verir və birinci mərhələdə şahımız 2 xana hərəkət etməlidir. Deyək ki, biz qısa qala qurma etmək istəyirik. Belə olduğu halda əvvəlcə şahımızı 2 xana hərəkət etdiririk. Daha sonra isə topumuz şahımızın üzərindən tullanır və onun yanına gəlir. Və bu qısa qala qurma adlanır. Düzdür, biz ötən dərslərimizdə demişdik ki, at fiquru yeganə fiqurdur ki, digər fiqurların üzərindən tullana bilir. Amma qala qurma xüsusi bir gediş olduğu üçün bu gedişdə top fiquru da bizim şahımızın üzərindən tullana bilir. İndi isə gəlin uzun qala qurma gedişinə baxaq. Deməli, bu dəfə də biz əvvəlcə şahımızı 2 xana hərəkət etdiririk və daha sonra topumuz da gəlib şahımızın üzərindən tullanaraq şahımızın yanında durur və bu da uzun qala qurma adlanır. Eyni ilə qaralarda da. Baxın, burada 2 boş xana var. Burada isə 3 dənə boş xana var. Deməli, boş xanaların az olduğu tərəf qısa qala qurma edəcəyimiz tərəfdir. Boş xanaların çox olduğu tərəf isə uzun qala qurma edəcəyimiz tərəfdir. Baxın, biz deyək ki, qısa qala qurma etmək istəyirik. Belə olduğu halda şahımızı G8 xanasına gətiririk və gördüyünüz kimi topumuz da şahımızın yanına gəldi. Bu qısa qala qurma adlanır. Baxın, eyni ilə gördüyünüz kimi biz sol istiqamətə də 2 xana gedə bilirik. Belə olduğu zaman da biz uzun qala qurma etmiş oluruq. Və dostlar, bunu da qeyd edim ki, siz realda şahmat oynayanda qala qurma gedişini bir əllə etməlisiniz. Ümumiyyətlə şahmat tək əllə oynanan bir oyundur. Yəni siz deyə bilmərsiniz ki, hə mən eyni anda sağ əlimlə şahı bura qoyandan sonra sol əlimlə də topu bura gətirim. Yox, bu qadağan olunmuş gediş sayılır. Dediyim kimi qala qurma 2 mərhələli bir gedişdir və bu şahın gedişi kimi sayılır. Məsələn, siz belə də eləyə bilmərsiniz ki, hə mən əlimi topa vurum, topu gətirim qoyum bu xanaya, daha sonra şaha gətirim qoyum bu xanaya. Yəni bu qadağan olunmuş gediş olacaq. Çünki siz əvvəlcə şaha toxunmalısınız. Yəni realda şahmat oynayanda düzgün olan odur ki, siz əvvəlcə ilk mərhələ olan şahınızı 2 xana irəlilədirsiniz, daha sonra da topunuz şahınızın üzərindən tullanır və şahınızın yanına gəlir. Və beləliklə siz qısa qala qurma gedişi etmiş olursunuz. Eyni ilə uzun qala qurmada da siz əvvəlcə şahınızı oynamalısınız, daha sonra da topunuz gəlib şahınızın üzərindən tullanaraq şahınızın yanında durmalıdır. Və beləliklə siz uzun qala qurma gedişi etmiş olursunuz. İndi isə gəlin biz hansı hallarda qala qurma gedişi eləyə bilmərik, bu haqqda danışaq. Deməli, qala qurma edə bilməməyimiz üçün 4 mümkün səbəb var. Bunlardan biri qalıcıdır, digər 3-ü isə keçici səbəbdir. İndi isə gəlin bunları sizə ayrı-ayrılıqda izah edeyim. Deməli dostlar, qala qurma edə bilməməyimiz üçün ilk keçici səbəb şah və top arasında fiqurların olmasıdır. Əgər şahın qala qurma edəcəyi istiqamətdə öz fiqurlarımız və yaxud da rəqib fiqurları vardısa, biz qala qurma eləyə bilmərik. Bu səbəb keçici bir səbəbdir, çünki biz həmin fiqurları hərəkət etdirdikdən sonra yenidən qala qurma edə bilərik. Baxın, bu nümunədə gediş qaralardadır və deyək ki, qaralar qısa qala qurma etmək istəyir. Amma gördüyünüz kimi biz demişdik ki, qala qurma etmək üçün ilk mərhələdə şah fiquru 2 addım irəliləməlidir. Amma burada bizim öz fiqurumuz olduğuna görə artıq biz qısa qala qurma eləyə bilmərik. Gördüyünüz kimi şahın gedişlərinə baxdığımız zaman biz görürük ki, qısa qala qurma edə bilmirik. Amma uzun qala qurma edə bilərik. Çünki şahımızla topumuzun arasındakı yol açıqdır. Deyək ki, biz bu vəziyyətdə qısa qala qurma etmək istəyirik. Onda nə etməliyik? Biz əvvəlcə atımızı G8 xanasından kənarlaşdırmalıyıq. Deyək ki, F6 xanasına gəlirik. Oynama sırası ağları keçdiyi zaman ağlar da istəsə qala qurma gedişini edir. Gördüyünüz kimi qısa qala qurma edir və növbəti gedişdə biz də artıq qısa qala qurma gedişini edə bilərik. Baxın, şahımızı G8 xanasına gələrək qısa qala qurma gedişini etmiş olduq.
İndi isə gəlin ağlar tərəfdən oyuna baxaq. Deməli deyək ki, bu nümunədə ağlar uzun qala qurma etmək istəyir və biz şahımızın gedişlərinə baxdığımız zaman görürük ki, sadəcə qısa qala qurma edə bilərik. Uzun qala qurma edə bilmirik çünki öz filimiz şahımızın yolunun üzərində durub. Belə olduğu halda biz filimizi C1 xanasından kənarlaşdırırıq. Deyək ki, qaralar da qısa qala qurma etmək üçün atını G8 xanasından kənarlaşdırır və biz növbəti gedişdə şahımızı C1 xanasına gələrək uzun qala qurma gedişini etmiş olacağıq. Qısaca belə deyə bilərik ki, qala qurma zamanı şah və topun hərəkət edəcəyi yol tam açıq olmalıdır. İndi isə gəlin ikinci səbəb haqqında danışaq. Deməli, qala qurma zamanı şahın keçdiyi və dayandığı xanaya hər hansı bir rəqib fiqur nəzarət edirsə, biz qala qurma eləyə bilmərik. Biz demişdik ki, qala qurma edərkən şah fiquru 2 xana irəliləyir. Əgər rəqib fiqurlar həmin xanalardan birinə nəzarət eləyərsə, artıq biz qala qurma eləyə bilmərik. Baxın, bu nümunədə deyək ki, gediş qaralardadır və biz istəyirik ki, növbəti gedişdə biz qısa qala qurma eləyək. Deyək ki, qaralar öz filini D4 xanasına gəlir. İndi isə biz qısa qala qurma etmək istədiyimiz zaman görürük ki, qısa qala qurma eləyə bilmirik. Çünki həmin xanaya rəqibin D4 xanasındakı fili nəzarət eləyir. Amma D1 və C1 xanalarına heç bir rəqib fiqur nəzarət etmədiyi üçün biz istəsək uzun qala qurma gedişini eləyə bilərik. Baxın, deyək ki, bu dəfə də gediş ağlardadır və ağlar öz filini D6 xanasına oynayır. Belə olduğu halda qaralar qısa qala qurma eləyə bilməz. Çünki gördüyünüz kimi bizim filimiz rəqibin F8 xanasına nəzarət eləyir. Amma rəqib istəsə burada gördüyünüz kimi uzun qala qurma gedişini eləyə bilər. Deyək ki, fil olmasın, bizim at fiqurumuz olsun. Biz at fiqurumuzu B6 xanasına gəldiyimiz zaman artıq şah fiquru uzun qala qurma eləyə bilməz. Çünki şahın dayanacağı xanaya bizim at fiqurumuz nəzarət eləyir. Belə olduğu halda qaralar sadəcə qısa qala qurma gedişini eləyə bilər. Qısaca belə deyə bilərik ki, əgər şahın keçəcəyi və dayanacağı xanalar rəqib fiqur tərəfindən nəzarət altındadırsa, qala qurma etmək mümkün deyil. İndi isə gəlin üçüncü keçici səbəb haqqında danışaq. Deməli, əgər şah fiquru hücum altındadırsa, qala qurma eləyə bilməz. Baxın, bu nümunədə deyək ki, oynama sırası qaralardadır və qaralar J3 xanasına gələrək rəqibə şah vermiş olur. Yəni rəqib şaha hücum etmiş olur. Belə olduğu halda biz şahımızı nə qısa, nə də uzun qala qurma eləyə bilmərik. Yəni siz deyə bilmərsiniz ki, hə, mənə şah verilib, elə mən də şahımı qorumaq üçün qala qurma eləyim. Bu qadağan olunmuş bir gedişdir. Belə olduğu halda gördüyünüz kimi biz rəqibin hücum yolunu bağlaya bilmirik, şah verən fiquru vura bilmirik, bizim tək seçimimiz şahımızı qaçmaq olur. Qısaca bu səbəbi də belə izah eləyə bilərik ki, əgər şah fiquru təhlükə altındadırsa, qala qurma eləyə bilmərik. İndi isə gəlin dördüncü səbəb haqqında danışaq. Deməli, indiyə kimi dediyimiz ilk 3 səbəb keçici səbəblər idi. Çünki bu şərtlər dəyişə bilər və biz onları aradan qaldırdıqdan sonra yenidən qala qurma eləyə bilərik. Amma indi danışacağım dördüncü səbəb elə bir səbəbdir ki, oyun boyu qüvvədə qalacaq. Deməli, əgər şah fiquru qala qurma gedişindən əvvəl hərəkət edibsə, artıq qala qurma gedişi heç vaxt mümkün olmayacaq. Eyni qayda top üçün də keçərlidir. Əgər top fiquru bir dəfə hərəkət edibsə, artıq həmin topla qala qurma eləyə bilmərik. Gəlin daha yaxşı başa düşməyiniz üçün nümunələr üzərindən izah edeyim. Deyək ki, bu nümunədə gediş qaralardadır və qaralar uzun qala qurma eləyir. Və növbəti gedişdə ağlar qısa qala qurma eləyə bilmək üçün atını F3 xanasına gəlir. Deyək ki, indi qaralar top fiqurunu Y8 xanasına gələrək bizə şah vermiş olsun. Belə olduğu halda gördüyünüz kimi biz şah verən fiquru vura bilmirik. Bloklama qaydasından istifadə etməyimiz məntiqli bir yol deyil, çünki at fiqurumuzu itirmiş olacağıq. Belə olduğu zaman biz məcburuq ki, şah fiqurumuzu F1 xanasında oynayaq. Deyək ki, növbəti gedişdə rəqib öz topunu G8 xanasına səkdi və biz yenidən şahımızı Y1 xanasına gəldik. Daha sonra deyək ki, rəqib atını D7 xanasına oynadı. İndi siz deyə bilmərsiniz ki, hə, mənim şahım Y1 xanasındadır, toplar da H1 və A1 xanasındadır. Mən istəsəm həm qısa qala qurma, həm də uzun qala qurma eləyə bilərəm. Xeyr, bu yanlış bir düşüncədir. Biz şahımızı başlanğıc xanası olan Y1 xanasından çəkdiyimiz üçün artıq qala qurma eləyə bilmərik. Gördüyünüz kimi şahımızın üstünə bastığımız zamanda artıq biz sadəcə nöqtələrlə işarələnmiş xanalara gedə bilərik. İndi isə gəlin belə bir vəziyyətə baxaq. Deyək ki, oynama sırası ağlardadır və ağlar öz topunu J1 xanasını oynayır. Növbəti gedişdə qaralar
qısa qala qurma eləyir və biz yenidən topumuzu H1 xanasına qaytarırıq. Deyək ki, qaralar da topunu D8 xanasına gəlir. İndi belə olduğu halda biz qısa qala qurma edəcəyimiz topla bir gediş etdiyimiz üçün artıq qısa qala qurma eləyə bilmərik. Gördüyünüz kimi biz burada uzun qala qurma edəcəyimiz topla heç bir gediş etmədiyimizə görə uzun qala qurma gedişini eləyə bilirik. Amma qısa qala qurma edəcəyimiz topla, yəni H1 xanasındakı topla biz bir gediş etdiyimizə görə artıq qısa qala qurma eləyə bilmirik. Baxın, məsələn deyək ki, bu dəfə də ağlar top D1 oynayır, qaralar yenə qısa qala qurma eləyir və biz topumuzu yenidən əvvəlki vəziyyətinə qaytarırıq. Gediş sırası yenidən bizə keçdiyi zaman gördüyünüz kimi biz artıq uzun qala qurma eləyə bilmirik. Çünki biz top fiqurumuzla bir dəfə hərəkət eləmişik. Amma H1 xanasındakı topumuzla bir gediş etmədiyimiz üçün qısa qala qurma eləyə bilirik. Deməli dostlar, 13-cü dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.